Salam müəllimlər. Bugün mən sizə texnologiya bələdçisi test toplusundan 6-cı sinifin testlərinin izahını verəcəyəm. İndi isə keçək testlərimizə. Şagird dərsinin başlanmasına nə qədər qalmış məktəbdə olmalıdır? Şagird dərsin başlanmasına 15-20 dəqiqə qalmış məktəbdə olmalıdır. Dərs zamanı davranış qaydasına aid olmayanı seçin. Sinifdən çıxmaq istəyirsə müəllimin icazəsi olmalı. Bəli, yüksək səslə və aydın cavab verməli. Bu da doğrudur. Öz işinin təmizlik və səliqəsinin qorunmasına cavabdeh olmalı. Xeyr, dərs zamanı deyir, davranış qaydasına. Bəli, bu da aiddir. Pilləkənlərdə pəncərələrin yaxınlığında gəzməməli. Bu isə hansı davranış qaydalarımıza aid olacaq? Bu şagirdlərə qadağandır, davranış qaydasına aiddir. Əgər şagird müəllimə sual vermək istərsə və ya sualı cavablandırmaq istərsə, əlini qaldırmalıdır. Bizdən də sual olaraq sorunçulurdur ki, dərs zamanı davranış qaydasına aid olmayan, dedik ki, pilləkənlərdə pəncərənin yaxınlığında gəzməməli. Bu, şagirdlərə qadağandır, davranış qaydasına aiddir. Verilənlərdən biri şagirdlərə qadağandır, davranış qaydasına aid deyil. Dərsdən kənar vaxtda məktəbdə gəzmək, tənəffüs zamanı öz mərtəbəsində olmaq, şagirdin vəzifəsidir ki, tənəffüs zamanı öz mərtəbəsində olsun da, yəni tənəffüsdə davranış qaydasına aiddir. Yəni ki, bu qadağandır, davranış qaydasına aid deyil. Tənəffüs zamanı davranış qaydasına aiddir. Ancaq dərslərin keçişinə mane olmaq, etik davranışa zidd ifadələr işlətməkdir, pilləkənlərdə oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq, bu isə şagirdlərə qadağandır, davranış qaydasına aiddir. Tənəffüs zamanı davranış qaydalarına aid olanı seçin. Tənəffüsdə davranış qaydasına aid olan əyani vasitələrdən istifadə etməli, qaydalarına aid olan deyir, əyani vasitələrdən istifadə etməli, yox, tənəffüs zamanı deyil bu. Bu dərs zamanıdır, öz iş yerini səliqəyə salmalı, bəli, bu aiddir, tənəffüs zamanı davranış qaydasına aiddir. Pilləkənlərin dəhlizlərdə yalnız sağ tərəfdə hərəkət etmək, bu da aiddir. Müəllim sinifdən çıxarkən şagirdlər ayağa qalxmalıdır, xeyr, bu aid deyil. Müəllim, valideynlər və digər qonaqları gördükdə onlarla salamlaşmalıdır. Cavab olacaq 2, 3, 5. 2, 3, 5, burada A variantımız. Sinif üzrə növbəsinin vəzifəsinə aid deyil. Tənəffüs zamanı öz sinif otağında olmalı. Sinif otağının növbəti dərsə hazırlamaq üçün müəllimə kömək etməlidir. Bəli, zəif oxuyan uşaqlara kömək etməlidir. Xeyr, zəif oxuyan uşaqlara deməli, növbətçi kömək etməməlidir. Müəllimin vəzifəsidir ki, bu müəllimin vəzifəsinə aid olan bir xüsusiyyətdir ki, yəni hansı ki zəif oxuyan uşaqdır, müəllim onunla çalışmalıdır ki, həmin şagird də digər şagirdlərə çatdırmış olsun. Yəni növbətçinin vəzifəsinə aid deyil. Dərs zamanı müəllimin icazəsi olmadan məktəb və məktəb ərazisini tərk etməməlidir. Bu müəllimələr ümumi davranış qaydasına aiddir. Baxın, ümumi davranış qaydasına aiddir. Sadalananlardan hansılar bu davranış qaydasına aiddir? Şagird özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır. Məktəb və məktəbdən kənarda özünü mədən və nəzakətlə aparmalıdır. Üzürlü səbəb olmadan dərs buraxmamalıdır. Müəllimələr, bu da ümumi davranış qaydasına aiddir. Aşağıdakilərdən hansı davranış qaydasına aiddir? Öz iş yerini səliqəyə salmaq, məktəb daxili intizam qaydalarına riayət etmək, müəllim və məktəb işçilərinin tələblərini yerinə yetirməli, müəllimləri, valideynlər və digər qonaqları gördükdə onlarla salamlaşmalıdır. Xeyr, ümumi davranış qaydası deyil, şagirdlərə qadağandıra aid deyil, dərs zamanı davranış qaydasına aid deyil, bu məhz tənəffüsdə davranış qaydasına aiddir. Hərəkətlərini götür-qoy etməyi, lazım gələrsə günahını etiraf etməyə bacarmalıdır. Bu deyir, nəyə aiddir? Aşağıdakilərdən hansına aiddir? Etiraf etmə varsa, deməli bu ədalətli olmalıdır. Ədalətli insandır ki, günahını etiraf etməyi bacarır. İndi isə buradakini soruşur ki, hansı davranış qaydasına aiddir? Tənəffüs zamanı sinif otağında olmalı, sinif otağının səliqəli olmasına nəzarət etməlidir, sinif otağının növbəti dərs üçün hazırlanmasına müəllimə kömək etməlidir. Bu da olacaq sinif üzrə növbətçinin vəzifəsidir. Mövzu 2-yə keçirik. Ailə büdcəsi neçə hissəyə bölünür? Ailə büdcəsi 2 hissəyə bölünür. Gəlir və xərclərin ibarətdir.
Ailədə ev mühasibası kim hesab edilir? Ailədə ev mühasibası, ailə başçılarının hər biri ev mühasibası hesab edilmiş olur. Dövlətdən, idarə və təşkilatdan hər hansı bir şəxsdən görülən iş, göstərilən xidmətə görə verilən pul, maddi dəyər puldur, maddi dəyər mükafatdır. Bu isə gəlirdir, müəllimələr. Bax, deyir, dövlətdən, idarə və təşkilatdan hər hansı bir şəxsdən görülən iş, göstərilən xidmətə görə pul, maddi dəyər pul mükafatdır. Bu gəlirdir da. Hər hansı bir xidmətin hazırlanmasına, saxlanmasına, təşkilinə sərf edilən hissə varsa, artıq bu da xərc hesab edilmiş olur. Büdcə kəsiri nədir? Xərc gəlirdən üstündürsə, bu zaman büdcəmizdə kəsir yaranmış olacaqdır. Bax, B, A variantı. Yığma nədir? Daha doğrusu yığım nədir? Yığım bu zaman olur ki, gəlir xərcdən üstündürsə, yəni gəlir xərcdən çox olursa, bu zaman büdcəmizin bir qismini gəlirə, daha doğrusu yığıma yönəldə bilərik. Yəni, burada cavab olacaq, gəlir xərcdən üstündürsə. Ailə büdcəsinin gəlirlərin quruluşlarını uyğunlaşdıraq. Ailə üzvlərinin əmək haqqısı, ümumilikdə gəlirimiz 100% təşkil edir. Ailə üzvlərinin əmək haqqı deyəndə 80%-dir, bu getdi B-yə. Təqaüdlər və müavinətlər 9%-ni təşkil edir, bu D-yə getdi. B-dir. Şəxsi yardımcı təsərrüfatdan ən az əldə etdiyimiz gəlirdir ki, bu 4%-ni təşkil edir. Ayrı mənbələrdən gələn gəlirlər isə 7%-ni təşkil etmiş olur. Cavabımız belə olacaq. 1B, 2D, 3C, 1B, 2D, 3C, 4D, A. D variantı. Ailə büdcənin xərclərini uyğunlaşdıraq. Mütləq ödəmələrdir, vergilərdir, yəni kommunal xidmətlərdir. Bunlar neçə faizini təşkil edir? Müəllimələr, bunlar 20%-ni təşkil edir. Bir gedəcək A-ya, qida məhsullarının alınması deyəndə 40%-ni təşkil edəcək, 2G-yə gedəcək. Daha sonra qeyri-qida məhsullar, ayaqqabı, mebeldir, məişət əşyalardır. Bax, bunları deyir, bu 20%-ni təşkil edir. D-yə gedəcəkdir, 4. Mədəni məişət xidmətləri 10%-ni təşkil edir, 4 də gedəcək B-yə. Yığım qənaətlə yığılmış pul isə 5% təşkil edir. Burada müəllimələr cavab olacaq, deməli, bax, B variantı. Cavab olacaq B variantı. Yığım qənaətlə yığılmış pul ailə gəlirlərinin neçə faizini təşkil edir? Dedik, yığım qənaətlə yığım deyirsə, bu 5%-ni təşkil etmiş olacaqdır. 5%-ni təşkil etmiş olacaq. Mütləq ödəmələr, vergilər, mütləq ödəmələr deyirsə, vergilərdir, kommunal xidmətlərdir. Bunlar da 25%-ni təşkil edir. Ölkədə kağız pulların tələbindən artıq buraxılması necə adlanır? Bu isə inflyasiya adlanır. Təqaüdlər və müavinətlər ailə büdcəsinin neçə faiz gəlirini təşkil edir? Bu isə 9%-ni təşkil edir. Ayrı mənbələrdən gələn gəlirlərimiz isə 7%-ni təşkil etmiş oldu. İnteryer nədir? Müəllimələr, interyer binanın daxili görünüşüdür və yaxud da ki, binanın daxili görünüşü, daxili tərtibatı da görə bilərsiniz. 25-ci testimizə keçək. Əşyanın divara bərkidilməsi üçün gözlənilən tələblərə aid deyildir. Bərkitmə yeninin seçilməsinin məqsədə uyğunluğu, bərkidilən əşyanın təyinatı, bəli, bunlar aiddir. Bərkidilmə üsulunun seçilməsi aiddir, ancaq divarın eni isə aid deyildir. Xüsusi bərkidicilərin köməyi ilə bərkitmənin hansı üsulu var? Bərkitmənin 2 üsulu vardır. Daxili və xarici. Daha doğrusu xarici yox, daxili. Görünən və görünməyən. Görünən deyəndə görünən kruşteyindir, görünməz isə daxili mildir. B variantı. Uyğunlaşdıraq. Divara bərkidilmiş atlıq dayaq. Bax, interyer nədir? Interyer binanın daxili görünüşü. Baxaq. Binanın daxili görünüşü. Bax, 1B-yə getdi. Qələmimizi götürək. 1B-yə getdi. Kruşteyn divara bərkidilmiş atlıq dayaq 2A-ya getdi. Şilyampur isə kərpiz və beton divara deşik açmaq üçün alət. Bu da C-yə getdi. Binanın xarici görünüşü heç birinə aid deyil. 1B, 2A, üstə C olacaq B variantımız. 28-ci testimizə baxaq. Görünən üsulla bərkitmənin vasitələrinə aid deyil. Görünən üsulla bərkitmənin metal kruşteyn aiddir, metal asmalar aiddir, metal asma dayaq aiddir, ancaq daxili mil
görünən üsulu bərkitməyə aid deyil. Daxili mil deyirsə, artıq görünməz üsuldur bu. Məsaməli materiallarda hansı bərkitmə növlərindən istifadə edilir? Məsaməli materiallarda müəllimələr yadımızda saxlayaq ki, hansı bərkitmə növündən istifadə ediləcək? Məsaməli materiallarda spiral dubellərindən istifadə ediləcəkdir. Hətta spiral dubellərinə montaj şurupları da quraşdırılmış olur. Kruşteyn nədir? Kruşteyn nədir? Kruşteyn divara bərk edilmiş atlıq divara bərk edilmiş atlıq dayaqdır. Siqnalizator nədir? Siqnalizator nədir? Baxaq. Divara yerləşilən və görünməyən naqilləri tapmaq üçün məhz cihazdır. Cavabımız olacaq müəllimələr. Burada A variantı. Divara yerləşdirilən görünməyən naqilləri tapmaq üçün cihazdır. Digər variantlara da baxaq. Divarda deşik açmaq üçün xeyir. Divarın daxilinə yerləşən bərkisi detalları burada bərkisi detal deyil, bu deyil. Biz naqilləri tapmaq üçün siqnalizator cihazından istifadə edirik. Kərpic divar üçün hansı bərkitmə üsulundan istifadə edilir? Hansı bərkitmə üsulundan istifadə edəcək? Tıxac və şuruplardan ibarət mismar dubellərindən istifadə ediləcəkdir. Bərkisi vasitələr seçək. Adi dubel, daha sonra şurupdan, ankerdən, boltdan edilmir, vintdən edilmir də montaj şurupları. 1, 3, 5, 6 hansı variant olacaq? 1, 3, 5, 6 D variantı. Hansı dubellərə montaj şurupları quraşdırılır? Dedik ki, spiral dubellərə montaj şurupları quraşdırılmış olur. Növbəti suala keçək. Siqnalizator cihazı ilə hansı qalınlıqda sıvı altında olan elektrik kabellərini aşkar etmək üçün istifadə edilir? 5-7 sm sıvaq altında olan elektrik kabellərini məhz siqnalizator cihazı vasitəsilə aşkar edə bilirik. Müəllimələr. Y variantı. Bax, Y. Bunu niyə götürmürük? Burada metr deyir. Bax, metr deyir. Ona görə onu götürmürük. 5-7 sm olmalıdır. Dubellər hansı materialdan hazırlanır? Dubellər isə plastik və metaldan hazırlanmış olur. Tıxac hissəsi hansı materialdan olan dubellər daha etibarlıdır? Neylondan olan hissəsi daha etibarlı olur. Neylondan olan. Tıxac adlanan hissəsi neylondan olanlar daha etibarlı olur. Uyğunlaşdıraq. Siqnalizasiya cihazı ilə siqnalizasiya cihazıdır. Müəllimələr. A. Anker nədir? Anker tikinti konstruksiyalı və avadanlıqları bərkitmək üçün dəmir botdur. 2-yə C getdi. Dubel isə dəlik və qabırğalı səthi olan plastik tıxac B-yə getdi. Variant olacaq 1A, 2C, baxaq hansı variant? 1A, 2C, 3-də B. Y variantı oldu müəllimələr. Y variantı. Divar rəfinin bərkitmə üsullarını seçək. Divar rəfinin bərkidilmə üsulunu seçək. Görünən daxili mil, görünən deyir daxili mil, xeyr, görünən daxili mil, görünən anker, bu da deyil, görünən xarici mil, bu da deyil, görünən kruşteyn, bu düzdür, amma görünməz anker, bu da onda deyil, bu səhv olur onda. Görünən kruşteyn, görünməz daxili mil, cavab olacaq Y variantı. 40-cı testimizə baxaq. Ankerlə əşyanın quraşdırma ardıcıllığını deyir tapaq. Birinci nə edirik? Bax, birinci müəllimələr. Dəlik vurğulayırıq. Dəliyi vurğulayandan sonra dəlik tozdan təmizləməliyik. Qələmi götürək. Dəliyi vurğuladıq. Dəliyi tozdan təmizlədir. Anker dəliyə vurulur və əşyamız bərkidilmiş olur. Deməli, bu ardıcıl 3, 2, 4, 1. 3, 2, 4, 1. A variantımız olur. Kərpic və beton divarda deşik açmaq üçün hansı burğu növündən istifadə edilir? Spiralvari burğu növündən istifadə edilmiş olur. Burğu olmadıqda kərpic və beton divarda deşik açmaq üçün nədən istifadə etmək lazımdır? Şilyampur və deşik açandan istifadə etmək lazımdır. Deməli, bax, bir bundan, bir də ki bundan. Şilyampurla işləməyə qaydasını seçək. Baxaq görək, şilyampurla işləyən zaman hansı qaydalara əməl etmək lazımdır. Aləti divara perpendikulyar tutub, əvvəlcə möhkəm, xeyr, möhkəm yox, zəif zərbələr ilə vurmaq lazımdır. Aləti divara perpendikulyar tutub, əvvəlcə zəif, sonra isə getdikcə güclənən zərbələr vurulur. Bəli, bu doğrudur. Hər zərbədən sonra şilyampur öz oxu istiqamətinə kiçik bucaq altında fırladır. Bəli, bu da doğrudur. Cavab olacaq B-dən C. B, C, Y variantımız. Y variant.
Tımız olacaqdır. Tıxac deşiyin diametrindən nə qədər böyük olmalıdır? Tıxac deşiyin diametrindən 1-2 mm böyük olmalıdır. Divar isə şurub isə divarın səthindən daha doğrusu 2-3 mm böyük olmalıdır. Ağır əşyaları divara bərkitmək üçün nədən istifadə edə bilərik? Ankerlərdən. Ağır əşyaları divara bərkitmək üçün məhz ankerdən istifadə etmiş oluruq. Alçıvanla işlərkən hansı bərkitmə növündən istifadə etmək məqsədə uyğundur? Alçıvanla işləyən zaman kəpənək duvellərdən istifadə etmək daha məqsədə uyğundur. Siqnalizator cihazı nə üçündür? Suvağın 5-7 metr, bax müəllimələr, burada metrdir. Suvağın 5-7 santim altında olan elektrik kabellərini aşkar etmək üçün. Bax, elektrik kabellərini. Mənə cavab olacaq B variantı. 49-cu testə baxaq. Alçıban səthlərdə istifadə olunan dubellərin dönməsinə, alçıban səthlərində istifadə olunan dubellərin dönməsinə mane olan nədir? Müəllimə, alçıbanda uzunluqlar var ki, həmin uzunluqlar dubelin dönməsinə mane olur. Mövzu 4-ün testlərinə keçək. Hər bir kilit hansı hissədən ibarətdir? Hər bir kilit gövdədən, siyirmədən, məxfilik mexanizmindən və onun təkrar olunmazlığından asılıdır. Kilitlərin üst növü var. Üstdən qoyulma, taxma və asma kilit. Burada olacaq cavabımız D variantı. Üstdən qoyulma kilidin quraşdırma ardıcıllığını müəyyən edək. Üstdən qoyulma kilidini quraşdırmaq üçün ilk növbədə nə edirik? Qapının dirəyinə 1,2 metr hündürlükdə kilidin yerini müəyyənləşdirmək və karandaşla bərkisi lövhə üçün novun yerini nişanlamaq lazımdır. Bax, ilk işimiz bax bu olur. 2-dən başlamalıyıq. Variantların hər birində də hamısı da 2-dən başlayır. Müəllimələr, bir də variantda daha asan tez tapmaq üçün nə edə bilərsiniz? Variantlardan çıxdaş yolu ilə də tapa bilərsiniz. Bax, burada başladı ki 2-dən, hər bir variantda da 2-dən başlayır. İndi isə 2-dən başladı, hamısında 2-dir. Baxaq görək bəs ikinci hansını götürmək lazımdır. Bax, bu işimizi yerinə yetirdikdən sonra deşik açırıq. Ondan sonra karandaşla bərkisi lövhə üçün novun yerini nişanlayıb və ondan sonra deşik açmaq istəyirik. Qapıda iki tərəfi deşik açılmalıdır. Bax, 4. İndi 4-ə baxırsınız ki, hansı variantda 2-dən 4 gəlib? Bir A variantında, bir də Y variantında. 2 varianta baxaraq bu qaydada testlərimizi rahatlıqla tapa bilərik. Ümumiyyətlə, işləyən zaman çalışın ki, testləri bu qaydada tapasınız. Vaxtınıza da qənaət etmiş olursunuz. Həm də ki, test rahat, asanlıqla tapmış olursunuz. 2-4. İndi növbəti üçüncü olacaq. Üçüncü ardıcıllığımız dəliyin diametri silindrik mexanizmin ölçüsündən 1-2 mm enli olmalıdır. Bəli, A-da da, Y-də də hər ikisində 5 gəlir. Ondan sonra müəllimələr nə gələcək? Ondan sonra 1 gələcək. Dəliyin mexanizmi yerləşdirilir və kilit qapının gövdəsinə möhkəm sıxılır. Hər ikisində də eynidir və 6-ya baxaq. Bərkisi lövhə bərkitmək üçün 2 qısa şurubdan, kilitləmə tamasasını bərkitmək üçün isə 2 uzun şurubdan istifadə edilməli. Xeyr, müəllimələr, bax bu ən sonda gələn hissədir. Burada biz götürməliyik 7-ni. Halqanı quraşdırmaq üçün 2 şurubdan istifadə edilir. Ondan sonra bərkisi lövhəni bərkitmək üçün 2 qısa şurubdan, kilitləmə tamasasını bərkitmək üçün isə 2 uzun şurubdan istifadə edilir. Cavab olacaq 2, 4, 5, 1, 3, 7, 6. Y variantı. Bax, ən axırda ya saxlayın ki, bax, ən axırda bu hiss olur. Bax, bu hissəni götürmək lazım. Ən axırda bu olur. Həm giriş, həm də daxili qapılar üçün nəzərdə tutulmuşdur. Bu kilit qapının dirəyinə daxil edilir və dəstək ilə birləşdirilir. Bu hansı kilitdir? Müəllimələr, bu üstdən qoyulma kilit deyil, asma kilit deyil, bu taxma kilitdir da müəllimələr. Növbəti testimizə keçək. Taxma kilidin xarici quruluşuna aid olanlar deyir, hansıdır? Taxma kilidin xarici quruluşuna yalnız açar yuvası tutacaq və dekorativ panel aiddir. Bax, müəllimələr. Açar yuvası tutacaq və dekorativ panel 3, 5, 7, 3, 5, 7 cavab olacaq C variantı. 55-ci testimizdə baxaq. Üstdən qoyulma kilitlədir. Taxma kilidin fərqi nədədir? Üstdən qoyulma kilit qapının layına, taxma kilit isə qapının dirəyinə açılmış xüsusi oyuğa yerləşdirir. Bəli, elə cavab budur da. O birlər bax uyğun deyil. Taxma kilit qapının layına deyir, burada çıxdıq. Taxma kilit qapının yuxarı hissəsinə, bax, bunu da çıxdaş elədik. Taxma kilit qapının yan hissəsinə, bax, bunu da çıxdaş elədik.
Deməli, doğru cavabımız olacaq A variantı. Ən yüksək təhlükəsizlik dərəcəsinə təmirə yararlı olmasına görə hansı qapı kilidləri daha geniş yayılmışdır? Müəllimələr deyir, təhlükəsizlik dərəcəsinə görə ən yüksək, bir də təmirə yararlı olmasına görə silindrik mexanizmi, taxma kilid qapıları daha geniş yayılmışdır. Cavab olacaq C variantı. Asma kilidlərdən harada istifadə olunmur? Bax, müəllimələr, olunmur deyir. Qarajların, tövlələrin, bəli, burada olunur. Hasar darvazaların, tövlələrdə də istifadə olunur. Evlərin iaşə obyektlərin kilidlənməsində asma kilidlərdən istifadə olunmur. Müəllimələr. Asma kilidin quruluşunu seçək. Baxaq görək, asma kilid hansı hissələrdən ibarətdir? Asma kilid, bəli, gövdədən ibarətdir. Bir, daha sonra Türkər, Allah səni kör qoysun, bala, mələr qoysun. O uşağı niyə ağladırsan? İzzat çəkirəm, qırılmış səsiniz düşür. Allah sizi qırsın. Bəsdirin dəsin ki. Allah öldürsün sizi, canım qutarsın, bilim ölmüsünüz. Bəsdi də mundar olmuş eşşək. İbarətdir. Daha sonra bərkisi lövhə, xeyr, bərkisi lövhədən ibarətdir. Qövsdən ibarətdir. Bir də ki, dedik. 1, 2, yox, bərkisi lövhəsi yoxdur. 1, 3, daha sonra kilitləmə tamasası da yoxdur. Kilitləmə tamasası yoxdur. Üstdən qoyulma kilit də var. Silindrik mexanizm, halqası da yoxdur. Üstdən qoyulma kilidə aiddir halqa. Qövsün bağlama mexanizmi. Cavab olacaq hansı görək? 1, 3, 5, 7. Cavab olacaq Y variantı. Asma kilidin elementləri hansılardır? Asma kilidin elementləri. Asma kilid 3 elementdən ibarətdir da, müəllimələr. Gövdədən, gizlilik mexanizmdən və qövsdən ibarətdir. Burada da olacaq cavabımız B variantı. Gövdə, gizlilik mexanizmi və qövsdən ibarətdir. Uyğunlaşdırmağa baxaq. Asma kilid, taxma kilid və üstdən qoyulma kilid. Gəlin, belə eləyək. Daha geniş yayılmış kilid növü, asma kilid. Biri bura götürək. Daha sonra taxta qapılar üçün deməli, tövsiyə edilən kilid növü hansıdır? Taxta qapılar üçün bu gedəcək. Taxta qapılar deyilsə, taxma kilidimizə gedəcək. Bu 2-yə gedəcək. Bu getdi. Daha sonra həm daxili, həm də giriş qapıları. Bu müəllimələr, bir dəqiqə müəllimələr. Taxta qapılar üçün tövsiyə edilən kilid, bu üstdən qoyulma kilidə aiddir. Bax, bu 2, 3-ə getdi. Bir dənə qələm götürək, 2-yə getdi. Həm giriş, həm də daxili qapılar üçün bu taxma kiliddir. Bax, bura 3 getdi. Darvazaların, qarajların qapısının bağlanması isə bu da məhz asma kilidə aiddir. Asma kilid 1, 4. 1, 4 hansı variantdadır? C-yə baxaq. 1-ə 1, 4. 2-yə 3 gedir. Həm daxili, həm də giriş qapıları. Bir də hansı qaldı? Üstdən qoyulma kiliddə, üstdən qoyulma kilidimiz də 2-yə gedir. Taxta qapılar üçün tövsiyə edilən kilid növü. Cavabımız olacaq C variantı.
61-ci testə baxaq. Uyğunlaşmadır. Asma kilidin əsas hissəsi. Asma kilidin əsas hissəsi deyirsə, bax müəllimələr, burada qoy qələm götürüm bir dəqiqə. Asma kilidin əsas hissəsi nədir? Gövdə. Gövdədir. Gövdə. 1C-yə asma kilidin əsasını, bax burada əsasını təşkil edir. Burada olmalıdır əsasını. 2-də asma kilidin əsasını təşkil edir. Əsasını təşkil edirsə məxfilik mexanizmidir. Məxfilik mexanizmidir. Daha sonra asma kilidin kilidləmə elementi isə polad qövsdür. Bu da D-yə getdi. Qarışıq oldu bir qədər. Dedik ki, asma kilidin əsas hissəsi gövdə. 1C-yə getdi. Asma kilidin əsasını təşkil edir A. 1C, 2A. Yəni məxfilik mexanizmi. Asma kilidin kilidləmə elementi də polad qövsdür. D variantı. Baxın müəllimələr, burada, bax bu hissədə. Bu hissədə düşməyib. Asma kilidin əsasını təşkil edirsə məxfilik mexanizmi. Əsasını təşkil edir olmalıdır. O hissə düşməyib. Mexaniki səhv olub, düşməyib. Üstdən qoyulma kilid döşəmədən nə qədər hündürlükdə olmalıdır? Üstdən qoyulma kilid döşəmədən 1,2 metr hündürlükdə yerləşdirilməlidir. Uyğunlaşmağa baxaq. 2 qısa şurupdan istifadə edilir. 2 uzun şurupdan istifadə edilir. 1, 2. İndi baxaq. Qələmimizi götürək. 2 qısa şurupdan istifadə edilir. Bax, halqanı quraşdırmaq üçün A yazırıq bura. Bərkidici lövhəni bərkitmək üçün də 2 qısa şurupdan istifadə edilir. Ancaq 2 uzun şurupdan istifadə edilir kilidləmə tamasasını bərkitmək üçün. 1-ə gedəcək, 1-ə, A-dan B, 2-də C. D variantı. Üstdən qoyulma kilidin quruluşunu müəyyən edək. Yəni, üstdən qoyulma kilid hansı hissələrdən ibarətdir? Onu bizdən sorulur. Üstdən qoyulma kilid müəllimələr hansı hissələrdən ibarətdir? Silindrik mexanizmdən, qələmimizi götürək yenidən. Silindrik mexanizmdən, məxfilik mexanizmi, xeyr bu deyil. Halqadan, birləşdirici lövhələr yox, bərkitici lövhədən ibarətdir. Bu da deyil, sıçraşdırmaq məqsədi ilə verilib burada. Bəli, dildən ibarətdir. Deməli, buradan olacaq 1, 3, 5. Keçək növbəti hissəyə. 1, 3, 5. Sonra gələcək 1, 3, 5, 6. Açar yuvası deyil, bir də 8. 1, 3, 5, 6, 8. Cavab olacaq Y variantı. Taxma kilidin quruluşu nədir? Yəni ki, taxma kilid hansı hissələrdən ibarətdir? Onu bizdən sorulur. Baxaq görək, taxma kilid hansı hissələrdən ibarətdir? Taxma kilid 3 hissədən ibarətdir da müəllimələr. Kilidləmə tamasası, bərkidici lövhə və gövdə hissədən ibarətdir. Dedik ki, kilidləmə tamasası, bərkidici lövhə və gövdədən ibarət. Cavab olacaq burada məxfilikdir, xeyr. Bərkidici lövhə, kilidləmə tamasası, gövdə. B variantı. Dəliyin diametri silindrik mexanizm diametrindən nə qədər böyük olmalıdır? Dəliyin diametri silindrik mexanizm diametrindən 1-2 mm böyük olmalıdır. Mövzu 5-ə baxaq. Su qarışdırıcı kranların metal hissələri hansı materialdan hazırlanır? Metal hissələri müəllimələr latun və tungstdan hazırlanmış olur. Su qarışdırıcı kranların başlıqları hansı materialdan hazırlanır? Su qarışdırıcı kranların başlıqları isə deməli plastik kütlədən və metaldan hazırlanmış olur. Bax, plastik kütlə, qələm götürək, plastik kütlədən və metaldan hazırlanmış olur. Bu da olacaq Y variantı. Növbəti testimizə keçək. Verilənlərdən biri su qarışdırıcının sıxıcı ara qatları hazırlanan materiallara aid deyil də. Yəni,
Sıxıcı ara qatları deyir, hansı materialdan hazırlanır? Rezindən hazırlanır, dəridən hazırlanır, plastik kütlədən hazırlanır, keramikadan da hazırlanır. Müəllimələr, keramika əvvəlki kitablarda verilmişdir, keramika. Ona görə də, yəni burada yanlış variant yoxdur, götürmək lazımdır. Yanlış variant yoxdur. Rezindən var, dəridən, plastik kütlədən, keramikadan var. Yəni burada yanlış variant yoxdur. Su qarışdırıcı kranın hissələrini seçin. Su qarışdırıcı kran, ventil başlıqlı su qarışdırıcı kran nəzərdə tutulur burada. Gövdədən, ventilli başlıqdan və su axan borudan ibarətdir. Suyun hərəkətini tənzimləyən bağlayıcı qurğu hansıdır? Suyun hərəkətini tənzimləyən bağlayıcı qurğu, müəllimələr, sertifikasiya imtahana düşmüş suallardan da biri məhz bu idi ki, suyun hərəkətini tənzimləyən bağlayıcı qurğu hansıdır? Bu ventil başlıqdır. Ventil başlıqdır. Ventil bağlıdır, ancaq krandan su axır və ya onu açdıqda titrəyir, uğuldayır. Bağlıdır. Ventil başlığı bağlıdır, ancaq deyir krandan su axır və ya onu açdıqda titrəyir, uğuldayır. Bu zaman nə etmək lazımdır? Ventil başlığını dəyişmək lazımdır. Xeyr, ventil başlığını bu zaman dəyişmirik. Burada nə edəcəyin? Burada ara qatını dəyişmək lazımdır. Burada ara qatını dəyişmək lazım. Ventil başlığını dəyişmək lazımdır. Xeyr, burada ventil başlığını dəyişmirdik. A-da, C-də, D-də, Y-də bunlara aid deyil. Ara qatını dəyişmək lazımdır. Yəni ara qatını yenisi ilə əvəz etmək lazımdır. Kran başlığını axıra qədər bağlamaq olunur. Su püskürüb axır və bu nasazlığı aradan qaldırmaq üçün bağlamaq olunur. Bu nasazlığı aradan qaldırmaq üçün nə etmək lazımdır? Bu zaman ventil başlığı dəyişmək lazımdır. Ventil başlığını dəyişmək lazımdır. Səbəb burada nədir? Səbəb burada şpindeldə və gövdədə yivin dağılmasıdır. Burada isə cavab götürülür. Ventil başlığını dəyişmək lazımdır. Kran başlığını axıra qədər bağlamaq olunur. Su daim püskürüb axır. Bu nasazlığın səbəbi nədir? Bax, bayaq cavab bunu dedim. Gövdədə yivin dağılması, sonra gövdədə yivin dağılmasıdır. Bax, səbəb budur. Şpindeldə və gövdədə yivin dağılması. Burada şpindel verilməyib, sadəcə gövdə verildiyi üçün məhz gövdəni götürmək lazımdır. 75-ci testimizə baxaq. Uyğunlaşdırmadır. Ventil başlığı açıq qaldığı zaman su qıran başlığından şpindelə axır. Şpindelə axırsa qayğanın saat əqrəbi istiqamətində vurmaq lazımdır. 1-ə gedəcək C. 2. Ventil bağlı olduğu halda krandan su axır və ya onu açıqda uğuldayı titrəyirsə, ara qatını yenisi ilə əvəz etmək lazımdır. Bu A-ya getdi. Kran başlığını axıra qədər bağlamaq olmur. Su daim püskürüb axır. Burada da ventil başlığını dəyişmək lazımdır. 1C cavab olacaq 1C, 2A, 3B. D variantı. Cavab D variantı. Ventil başlığı açıq qaldığı zaman su kran başlığından şpindelə axır. Verilənlərdən hansı bu nasazlığın aradan qaldırma üsuluna aid deyil? Deyir, şpindeldən axır. Bax, müəllimələr, şpindeldən axırsa, nasazlığı aradan qaldırmaya aid deyil. Qayğanın saat əqrəbi istiqamətdə vurmaq lazımdır. Bu aiddir. Köhnə küpgəzi yenisi ilə əvəz etmək lazımdır. Doğrudur. Şpindeldə bir neçə qat yağı obdurulmuş kətan və ya çətənə lifi dolamaq, sonra qayqa ilə küpgəzi sıxaraq gövdəyə bağlamaq lazımdır. Bəli, ventil başlığını dəyişmək lazımdır. Xeyr, ventil başlığını dəyişmək lazım deyil. Buna aid deyil. Ventil başlığının quruluşuna aid olmayan seçin. Ventil başlığının, yəni hissələrinə aid olmayan deyir də müəllimələr. Burada onun nəzərdə tutmuş olur. Müəllimələr, ventil başlığının quruluşuna kran başlığı, şaibə aiddir. Şaibə, küpgəz, vins bu da aiddir. Ara qatı, qapaq, qayqa bu da aiddir. Yuva, su axan boru, dəstək, ancaq bu aid deyil. Buna aid deyil. Ventil başlığının quruluşuna aid deyil. Keçək növbəti testimizə. Suyun soyuq, isti və ilıq verilməsi üçün nədən istifadə edilir? Birlinkli su qarışdırıcı və ventilli su qarışdırıcı kranlardan istifadə etmək lazımdır. Bax, budur. Bir də bu. A, B, D variantı. Birlinkli su qarışdırıcı kranların hissələrini seçək. Baxaq görə birlinkli su qarışdırıcı kran hansı hissələrdən ibarətdir? Gövdədən, daha sonra gövdədən ibarətdir.
şaybası yoxdur. Dəstəkdən ibarətdir. Ventilli başlığı da yoxdur. Yoxdur. Deməli, qoy belə işarəliyim. 1, 2, keramik kartrizdən ibarətdir. Düzdür. Təsbih edici pərçimdən ibarətdir. Su şırnağı tənzimləyicisindən ibarətdir. Bəli, su şırnağı tənzimləyicisindən ibarətdir. Bir də ki, müəllimələr, əyilən su borularından ibarətdir. Cavab olacaq 1, 2, 5, 6, 7, 8. 1, 2, 5, 6, 7, 8. 1, 2, 5 dedik. 1, 2, 5, 6, 7, 8. 1, 2, 5, 6, 7, 8. Cavabımız olacaq Y variantı. Burada bir dənə baxaq müəllimələr. 2-dən 4. 2-dən 4. Bir dənə gözləyim müəllimələr. Yox, dəstək var. 3-dən 4 müəllimələr. 3-dən 4 yoxdur. 3-dən 4 yoxdur. Qalan variantlarda bax, burada 3 var, burada da 3 var, burada da 3 var, burada da 3 var. Bax, görürsünüz, burada yoxdur. Çıxdaş yolu ilə də bu qaydada tapmaq olar. Mənzillərdə su qovşağının təmiri ilə kimlər məşğul olur? Sanitar texniki üzvlər, çilingərlər məşğul olmuş olur. Verilənlərdən hansı sanitar texniki işlərinin yerinə yetirilməsi zamanı təhlükəsiz qaydalarına aid deyildir? Ventilli başlığı kəlfətinə çıxarmaq lazımdır. Xeyr. Elə bu aid deyil də. Çıxarmaq lazımdır deyir. Xeyr, bu aid deyil. Təmirə başlamazdan əvvəl suyu bağlamaq lazımdır. Bəli. Yevi qırmamaq üçün kran və ventilin detallarını cəld hərəkətlə çıxarmaq lazımdır. Bəli, bu da aid deyil. Səhvdir elə bu. Təmir edilmiş santexnik avadanlıqların su axıtmadığına əmin olduqdan sonra suyu açmaq lazımdır. Bəli. Deməli, səhv olan variantımız A-dan C-dir. Cavab olacaq Y variantı. Mövzu 6-ya keçid alaq. Bol məhsulun təminatı nədən asılıdır? Bol məhsulun təminatı torpağın əkinə düzgün hazırlanmasından asılı olan bir amildir. Daha sonra Azərbaycanda yetişilən meyvələrə aid deyil. Azərbaycanda yetişilən meyvələrə ananas və banan aid deyil. Çünki bizim iqlim şəraitimiz buna imkan vermir ki, həmin meyvələr yetişmiş olsun. Torpağın əkinə düzgün hazırlanmasına ardıcıllığını müəyyən edin. Birinci müəllimələr, biz izahımızda da qeyd etmişdik ki, nə etmək lazımdır? Birinci torpağı yumuşatmaq lazımdır. Bax, birinci 2-dən başlayırıq. 2-dən başlayırıq. Variantdan çıxdaş yolu ilə tapaq. Bax, görürsünüz ki, B-dən C variantında hər ikisində də 2-dən başlayır. Ona görə elə 2 variantdan cavabı tapa bilərsiniz. Yəni, vaxt itkisinə səbəb olur da. Baxın, görün, 2-dən başlayan hansı variant var? B-dən C. Torpağı yumuşatmaq. Torpağın yumuşatdıqdan sonra nə etmək lazım idi? Bundan sonra demişdik ki, alaq otlarını təmizləmək lazımdır. Alaq otlarını təmizlədikdən sonra nə etmək lazımdır? Birə baxın. Müəllimələr. Nişanlamaq lazımdır. Deməli, 2, 3, 1, bax. Birinci dedik ki, 2. Torpağı yumuşatmaq. Daha sonra alaq otlarını təmizləmək. 2. Ağac əkiləcək yeri nişanlamaq. Bu 3-cüdür ardıcın. 4 isə nişanlayandan sonra şalalar qazmaq və nəzərdə tutulmuş yerlərə paya çalmaq lazımdır. Cavabımız hansı oldu? Cavabımız 2, 3, 1, 4 deməli olacaq C variantı. Ağacların yaxşı inkişaf etməsi üçün və uzun müddət bar verməsi üçün salanın dərinliyi nə qədər olmalıdır? Salanın dərinliyi müəllimələr 50 sm olmalıdır. Deyir, əgər tingin sadəcə yerini dəyişiriksə, onun rütubət ehtiyatını bərpa etmək üçün nə etmək lazımdır? Sadəcə yerini dəyişirdik. Rütubətini bərpa edirdik. Bu zaman nə etmək lazım idi? Bu zaman onu 1-2 gün suda saxlamaq lazımdır ki, onun rütubət ehtiyatı bərpa olunsun. Ağac əkmək üçün çala nə zaman qazılmalıdır? Çala nə zaman? Tinki əkilən zaman bir neçə gün əvvəl, daha sonra yağışdan sonra qışından qazılıb hazırlanmalıdır bir neçə dəqiqə əvvəl. Xeyr, ağac əkmək üçün çala bir neçə gün əvvəldən neynəməlidir? Qazılmalıdır. Cavabımız B variantıdır. Əgər tingin yaxşı boy artması və bitməsini istəyirsə,
tinklər necə əkilməlidir? Hə, müəllimələr, mən sizə bunu izahda da demişdim. Tinklərin yaxşı inkişaf etməsinə, boy artmasına, həmçinin uğurlu nəticə əldə etməsi üçün nə etmək lazım idi? Burada isə cavab olaraq götürmək lazımdır ki, natrium qumat məhlulunda saxlayıb sonra əkmək lazımdır. Əkiləcək tinklərin kökləri qısa müddətdə qurumaması üçün nə etmək lazımdır? Burada isə müəllimələr, mən izahımızda belə dedim ki, qısa müddətdə qurumasın. Məsələn, biz gedib bazardan dedik ki, tink almışıq və evə gətirmişik. Ancaq vaxtımız yoxdur da, indi alıb gətirmişik, vaxtımız yoxdur onu belə deyim, əkməyə. O kökləri qurudadır da, belə deyim, havadadır. Bu zaman, yəni onun köklərinin qurumasına səbəb olar da. Bu zaman nə edə bilərik? Onun köklərini çürüntü əlavə edilmiş torbağa və yaxud da ki, killi horaya saxlayaraq onun qurumamasının qarşısını ala bilərik. Deməli, cavab olacaq D variantı. Bax, qurumaması üçün. Axı, biz alıb gətirdik, köklər, belə deyim, havadadır. Kökün üzərində heç bir şey yoxdur. Onun qurumasına səbəb olacaq axı. Ona görə də biz onu çürüntü əlavə edilmiş torbağa salmalıyıq və yaxud da ki, killi horada saxlaya bilərik. Torpağı və bitki köklərini birbaşa yağışın təsirindən qorumaq üçün qoruyucu material necə adlanır? Qoruyucu materialımız müəllimələr mulçadır. Yenidən uyğunlaşdırma var. Tinkin rütubət ehtiyatını bərpa etmək üçün nə etmək lazımdır? Dedik, rütubət ehtiyatını bərpa etmək üçün 1-2 gün suda saxlamaq lazımdır. Baxaq görək, bir hansına gedəcək? Bir gedəcək B-yə. Qoy elə burada 1 yazaq. 1, yəni bu 1-ə aiddir. Qısa müddətdə köklər qurumaması üçün çürüntü əlavə edilmiş torbağa və cilli horaya salmaq. Hə, bura yazaq 2. Daha sonra tinklərin bitməsi, tez boy artması üçün istifadə olunur natrium qumat məhlulu. Necə gedəcək? 1, B, 2, C, 3-də A. Cavab olacaq C variantı. Əgər əl altında mulça yoxdursa, onda hansı vasitələrdən istifadə etmək olar? Bu zaman mulça yoxdursa, mulçalanmış materialımız yoxdursa, bu zaman saralıb döşülmüş yarpaqlardan və quru məhsuldan, torpaqdan istifadə edə bilərik. Bu, bir də bu. Cavabımız da Y variantı. Ağac əkiləndən sonra çaladakı torpaq oturur və tink nə qədər dərinə düşür. Tink düşəcək bu zaman 4 cm-ə qədər dərinə düşmüş olacaqdır. Çalaya səpilən torpağın hündürlüyü nə qədər olmalıdır? Deməli, müəllimələr, çalaya səpilən torpağın hündürlüyü 20-25 cm olmalıdır. Bax, çalaya səpilən torpağın hündürlüyü 20-25 cm olmalıdır. Ağaclar deyir, hansı fəsillərdə əkilir? Dedik ki, ağaclar 2 fəsildə əkilir, yaz və payız fəslində əkilmiş olur. 96-cı testimizə baxaq. Ağacların yaz və payızda əkilməsi hansı zaman aralığını əhatə edir? Yaz fəslində 5 həftə, bəli, torpağın donu açılandan etibarən, bəli, doğrudur. Payızda isə yarpaqların saralmasından şaxtalar düşənə qədər dayanıqlı şaxtalara 15-20 gün qalmış, yəni 3 ay müddətini əhatə edir. Bəli, doğrudur. Elə düzgün cavabımız A variantıdır. Albalı və gilas ağacları arasında məsafə nə qədər olmalıdır? Albalı və gilas ağacları arasında məsafə dedik 2 metr. Alma və armud ağaclar albalı və gilas ağaclarına nisbətən böyük olduğu üçün onlar arasında isə məsafə 5 metr olmalıdır. Əslində kitabda belə deyilir də, 5 metrdən az olmamalıdır. Bar verən ağac hansı dərinlikdə əkilməlidir? Bar verən ağacı şitillikdə inkişaf etdiyi dərinlikdə əkmək lazımdır. 100-cü testimizə keçid alaq. Çuxura hər tərəfdən neçə vedrə su tökmək lazımdır? Çuxura hər tərəfdən 2-3 vedrə su tökmək lazımdır. Qələmimizi götürək. 2-3 vedrə su tökmək lazımdır. Çuxurun üzəri mulça ilə neçə santim qalınlığında örtülməlidir? Çuxurun üzəri mulçalanmış materialla 6-8 cm örtülməlidir. Almanın saxlama temperaturu və rütubəti nə qədərdir? Almanın saxlama temperaturu -1, -4 Selsi dərəcədir. Rütubət isə dərəcədir. Rütubət isə 90-95% olmalıdır almanın. Burada da yenidən uyğunlaşdırma istəyir.
Baxaq bu uyğunlaşmağa. Alma. Deməli, almamız belə gedək də. -2 dərəcə 0. Bu müəllimələr biz izahımızda da qeyd elədik ki, ən istiyə dayanıqlı bizim armud, yəni meyvəmiz olan armuddur. Bax, bu armuddur. Bura 2 yazaq. Qələmimiz, aha, buradadır. 2 və saxlama müddəti də 15-210 gün. -1 0,5 Selsi dərəcə deyirsə, bu müəllimələr heyvadır. Heyvadır. Bura yazaq 3. 60-90 gün saxlanır. -1 -4 dərəcə də almadır. Alma da 1. Necə gedək? Bax. 1 C, 2 A, 3 də B. C variantı olacaq müəllimələr. Meyvələrin saxlanma zamanı havanın rütubətini meyvələrə görə uyğunlaşdıraq. Alma armudda, müəllimələr, alma armudda 90-95 faizdir. 90-95. 1-2 A'dır. 90-95. Heyva da 90 faiz ilə B variantı olur da. B variantımız olacaqdır. Daha sonra almanı uzun müddət saf və təmiz saxlama üsullarına aid deyil. Üzərinə kəpək yunqarı tökmək aiddir. Gliserin məhlul ilə silmək. Bəli, gliserin məhlul ilə silmək köhnə vəsaitimizdə verilmişdir. Yəni dərsliyimizdə verilmişdir, köhnə kitablarımızda. Ona görə bunu götürürük. Tək-tək kağıza bükmək. Bəli, bu da verilmişdir. Sirkəli su ilə silmək. Sirkəli su ilə silmək deyil. Əslində orada sirkəli su yox, duzlu su ilə. Deməli, necə olurdu orada? 1 vedrə soyuq suya 2 stəkan duzlu su qatıb, almaları bu suda islatmaq və bundan sonra isə onları sudan çıxarmaq, silib yeşəyə yığmaq lazım idi. Ancaq sirkəli su deyilərək belə bir şey verilməmişdir. Duzlu su var, sirkəli yox. Səhv variantı deyir. Məhz elə səhv variantımız da budur.